Əziz dostlar, Bakı Marafon Klubunun bugünkü podkastında sizi xoş görmüşük və bugünkü qonağım Doktor Namiq Nadirov. Əlbəttə ki, podkast ərzində Doktor Namiqi biz daha yaxından tanıyacağıq. Xoş görmüşük doktor. Xoş görmüşük. Necəsiz, necə istəyirsiniz bugün özünüzü? Bugün həmişəki kimi. Həmişə kimi. Bəli. Başlayaq suallara etiraz eləmirsinizsə. Birinci sualım doktor. Siz ümumiyyətcə bu qaçış aləminə necə gəlmisiniz? Hardan başlamısınız? Mən belə deyim də, məktəb illərindən, institut illərindən qaçmaq arzusu var idi. Niyə görə qaçmaq? Çünki bu qaçışın özü tam fərqlənirdi o birisi idman növlərindən. Həmişə də özünün nətərsə mənə çəkirdi. Amma imkan yox idi. Həvəs var idi, imkan yox idi. Həm də fikirləşirdin ki, bəs nətər eləyim, nətər qaçım. Bu özü bir idmandır. Gəldi, çıxdıq, yavaş-yavaş ömür uzandı, gəldi çıxdı 55 yaşına, 57 yaşına. Gördük ki, sağlamlıq əldən gedir. Həkim olmana baxmayaraq, iş çoxdur, sağlamlıq gedir. Ona görə fikirləşdim ki, bununla nəsə eləmək lazımdır. Həm də onu dediyim ki, ətrafımda da elə bir idmançılar yox idi ki, məni nəsə örgədə eləyə. Ona görə əvvəlcədən elə yanımda olan idmançılarla başladım müsahibətə girməyə. Çünki çoxları ortoped, travmatoloq olduğuma görə elə xəstələrim də idmançılar idi. Onlarla tanış olduq, yavaş-yavaş başladı idman növlərindən məşğul olma, amma bunu seçdim, qaçışı. Nəyə görə? Bakıda bir deməli Dağılış İdman klubu var. Onun rəhbəri Tamerlan müəllimdir. Onun uşaqları mənə müraciət edirdi, xəstəliklə, travma ilə. Bir gün bunlar deyirlər ki, sən niyə bu dağa getmirsən? Dedim, gəlin gedək. Getdi, mənə maraqlı oldu. İmtası mən orada gördüm ki, dağa getmək, yəni dağ yürüyüş eləmək, o qədər də hasad deyil. Onun ötürü hazırlıq lazımdır. Hazırlıq da nədir? Qaçışdır. Tamamilə doğrudur. Gərək qaçarsan ki, dostlarımızı buradan salamlayırıq. Dağçılıq İdman Klubunun bütün rəhbəri, bütün dostlar, bütün üzvlərinizi salamlayırıq burada. Və indi isə sualım belədir ki, mən biləni siz uzun müddətdir ki, həkim çalışırsınız. Travmatoloq, ortoped vurğuladınız bayaqları və siz bu həkimlik sayəsində kifayət qədər Azərbaycanda məşhur həkimsiniz və elə biz zaten klub arasında sizə doktor deyirik həmişə. Bəs doktor Namiq Nadirov necə oldu ki, bax bu uzun hikingləri siz getmişdiniz. Düzdür? Xahiş edirəm o hansı dağlara, hansı yerlərdə siz hiking eləmisiniz? Çünki mən düşünürəm ki, izləyicilərə də maraqlıdır. Çünki hər kəs qaçıcı ola bilməz. Hiking də çox gözəl bir idman növüdür. Buyurun. Bəli, deməli, belə baxsaq, Quba-Qusar zonasıdır, Şaxdağdır, Heydər Əliyev zirvəsidir. Qalxmısınız onları siz. Bəli. Sonra, deməli, belə dağ yürüyüşləri Lənkəran zonasında, Masallı yardımlı zonasında orada olubdur. Yəni kifayət qədər siz hiking eləmisiniz. İldə 6-7 dəfə, 2 günlük, 3 günlük biz o hikingləri, bəli. Çox gözəl. Mən ümumiyyətlə sevinirəm ki, bizim bir çox dostlarımız var ki, belə turlar təşkil edirlər. Azərbaycanın çox gözəl əraziləri var, çox gözəl məkanları var ki, bax belə dağçılıqla, dağa getməklə məşğuldurlar, qruplar aparırlar. Dostlar, salamlayıram hamınızı sizi burada və indi isə gəlin, bilirsiniz, nə baş verdi ki, siz hiking edirdiniz uzun müddət və gəldiniz qaçışa? Mən onu deyim, mən o günü hətta saat da yadımdadır. Oy, nə maraqlıdır, buyurun. Deməli, Dağılış İdman Klubunla Reç dəstəsi var. Deməli, onlar Qobustanda dağ yürüyüşü təşkil eləmişdilər. Azərbaycanda qaçışa həvəsi olan idmançılar da gəlmişdi. Mən nə qədər klubun da üzvü olsam, öz işimlə əlaqədar onlara məşqlərinə qoşulanmırdım. Çünki onlar hamısı peşəkar idmançılar idi. Bəli. Ancaq həmin günü mən gördüm ki, həmin o yürüyüşdə 11 kilometr Qobustan dağlarından bir qrup adam var. Çox bir-birinə mehriban, sevincək, çox bir-birinə kömək eləyən. Başlarında da bir dənə belə çox belə hörmətli, o ətrafında olan o hörməti də mən hiss elədim. Bir adam durmuşdu. Onlar özlərinin adlarını çəkmədilər, amma onların əllərində olan o plakatı açdılar. Mən də birinci dəfə oxudum. Bakı Marafon Klub. Həmin o dəstə. Onların sevincinə mən biraz qibtə elədim. Mən də istədim onların arasında olum. Uşaqlardan soruşdum, bəli, dedi, qaçırıq, bax, buyuq. Bəs ha vaxt gələk, açdım Facebooku, yazdım kluba. Dedilər ki, biz hazırlaşırıq Bakı yarım marafonuna, siz də gəlin hazırlaşın. O gündən mən o klubdayım.
Aha, daha dəqiq desək, neçənci il idi? O 21-ci il Covid'in deməli karantindən sonra birinci qaçışı idi. Ay, sağ ol, tamir doğrudur. Ondan sonra həmin o klubla mən başladım tamamıyla olmaq qaçmağa. Okay. Əlbəttə ki, siz Bakı Marafon Klubunun üzvü olaraq bir çox həm yerli, həm də beynəlxalq yarışlara qoşulmusunuz. Bax bu tarixdən sonra və mənə çox maraqlı olan sizin İndiyə kimi mənim xatirimdədir. Sizin birinci yarışınız idi. Səhv eləmirəmsə bu yarım marafon idi. Beynəlxalq yarışdan gedir söhbət. Bəli. Yarım marafon idi və uzaq ölkədə idi. Xahiş edirəm onun haqqında biraz danışardınız. Deməli Lissabonda, Portuqaliyanın paytaxtında 21 kilometr o məşhur deməli onlarda körpü var. Səhv eləmirəmsə 26 aprel. Bəli, körpüsüdür. 26 aprel körpüsüdür. Onun adınadır. Orada deyəsən onun müstəqilliklə qeyd olunur. Bəli, tamamilə doğrudur. Məsələ ondadır ki, o körpüyə avtomobil körpüsüdür. Təbii. Ola piyadaları buraxmırlar. Deməli, mən bu yaxınlarda o körpüdəydim elə, yeri gəlmişkən, Lissabondaydım və tamamilə doğru vurulursunuz. Birinci avtomobillər gedir, altdan isə qatarlar gedir. Ona görə orada o avtomobillər gedən yerdə 21 kilometr qaçış idi. Birinci qaçışımız idi. Mənim birinci beynəlxalq qaçışım idi. Bəli. Birinci dəfə kütləni mən gördüm. 14.000 adam birdən-birə qaçışla təzə idi də məndən ötəri. İmtahası yenə o klubla məşq elədiyimə görə, klub da mənə elə startda dəstək verdiyinə görə onu mən belə deyim ki, yaxşı qaçdım özümə görə. 2 saat 10 dəqiqə birinci qaçış. Ay Allah, çox gözəl nəticədir. Əlbəttə ki, doktor, mənə sizin o hissləriniz maraqlıdır ki, yəni doktor, artıq neçə yaşınız var idi sizin onda? Onda deyim 63 yaşınız var idi və ilk beynəlxalq yarım marafon startınız idi. Mənə maraqlı idi ki, bax o necə hiss edirsiniz ki, siz bütün Azərbaycanı təmsil edirsiniz bax o həmin yarışda. Bax elə maraqlısı odur ki, mən orada bayraqla getmişdim. Bizim Bəli. klubda adət var. Finish bayraqla olmalıdır. Bəli. Orada inanırsınız o bayrağı qaldıranda o ayrı hisslər keçirirsən. Startın həyəcanı var. Startda həyəcan keçirirsən, biraz ehtiyat edirsən, qaça biləcəmmi, yıxılmayacaqmı, çatacaqmı, yəni özümü doğrudanmı bu belə qaça biləcəm mən. Amma finişə çatanda 100 metrdən onlar hamısı yaddan çıxır. Bayrağı başın üstünə qaldırırsan, o dəqiqə, o dəqiqələr insana elə sevinç verir ki, onu heç kim heç yerdə hiss edə bilməz. Tamamilə doğrudur. Ondan ötəri o finişə çatmaq lazım. Tamamilə doğru doktor. Tamamilə mənim yadımdadır. İndiyə kimi yadımda sizin o sevinç hissləriniz ki, siz bizim klub görüşlərində siz bunların bölüşdünüz. Doktor, bəs siz yarım marafon artıq elədiniz Lissabonda. Bəs sonra bu marafon məsafəsini qət eləmək, o fikri, o ideyası hardan gəldi və o istək hardan yarandı? Mən həmin o marafonda yaşlı adamları gördüm. Mən özüm də yaşlıyam. Mən yaşlı. Onlar məndən də tez qaçırlardı. Məsələn 1 saat 40 dəqiqə, 1 saat 45 dəqiqə. Bəli. Çox təbii ki, qutarandan sonra bunlarla biraz ünsiyyətdə söhbət etdim. Dedilər bu bizim məşqimizdir. Biz marafon qaçacağıq. Aha, marafon. O da ürəyimə xal saldı. Dedim mən niyə qaçamayım? Bunlar da insandır, biz də eyni yaşdadır. Ona görə başladım marafona hazırlaşmağa. Birinci mənim marafonum oldu Norvegiyanın Stavanger şəhərində. Oy, xatırlayıram. Norveçin Stavanger şəhərində mən xatırlayıram, siz getdiniz, hətta bir neçə günlük getmişdiniz orada. Orada qaldınız, oraları ətraflı gəzdiniz. Hikingi bir sevər olaraq ətrafı da gəzdiniz. O marafon haqqında xahiş edirəm biraz məlumat verərdiniz. O marafon belə deyək də butik marafondur. Sizin öz sözünüz olmasın. Bax bu butik marafondur. Az adam iştirak edirdi. 2000 adam şəhərin özündən və kənarlarından. Amma onun bir dənə çətinliyi var idi ki, orada enişli yoxuşlu idi. Birinci də marafon idi. Biraz hazırlıqsız getmişdim. Biraz qorxu var idi. Amma yenə onu da finiş elədim. 5 saat 15 dəqiqə mənim üçün o çox böyük nailiyyət idi. Çünki mən finiş eləmişdim. Təbii ki, finişdə yenə bayraq qalxdı. Bayraqla finiş edirik. Amma çox yaxşı idi ki, bütün tras boyu, yəni telefonda, startda da, trasda da, finişdə də klub üzvləri mənə dəstək verirdi. Bəli. SMS yazırlardı, WhatsApp-a yazırlardı. Ona görə onu qaçmamaq mümkün deyil. Doktor, bax bu 42 tam 10-dakı kilometrə ki siz məsafəni qət elədiniz. Mənə çox maraqlıdır. Sizin fikrinizdə bu marafon məsafələri siz özünüz üçün nəyinəsə belə ayırırsınızmı? Misal üçün mən marafon qaçanda mənim üçün birinci 20 kilometr çox vacibdir.
Mən onu yaxşı qaçıramsa, növbəti 22 kilometri buraxıram taleyin. Taleyin Məsələ maraqlı odur ki, heç bir marafon bir-birinə oxşamır. Bəli, bəli. Bir-birinə oxşamır. Çünki hava da dəyişkən olur, trans da dəyişkən olur. Ona görə nə ilə başlayacaq, necə qutaracaq deyənməzsin. Hansı kilometrdə çətinlik olacaq, hansı kilometrdə hasand olacaq, hansı kilometrdə dəstək olacaq, hansı kilometrdə o marafon divarı deyirlər. Elə vəziyyətə çatırsan ki, orada marafon divarı dinləyicilər və izləyicilər də anlayışı deməli belədir. 30-cu kilometrdən sonra bədəndə belə bir vəziyyət yaranır. Ayaqlarda ağrı olmur. Ayaq getmək istəmir. Bədən yorğunluq olur. Elə bilirsən ki, hava dayanıbdır və səndən daxilindən bir qışqırıq gəlir ki, bəsdir də, dayan da, bax birazdan yıxılacaqsan. Bax o hissiyatı basıb ürəyində gülləlaya bilirsənsə, deməli sən finişə çatırsan. Tamamilə doğrudur. Tamamilə doğrudur. Və siz finiş elədiniz ilk marafonunuzu. İlk marafon. Bilirsiniz, statistikaya görə çoxları bir dənə marafon qaçır və o çətin hisslərdən keçir. Bir dənə marafon qaçır və sonraki marafonlara qoşulmur. Statistikaya görə bu belədir. Amma mən bilirəm ki, siz dayanmadınız bununla və hazırda da aktiv, fəal şəkildə marafona hazırlaşırsınız. Doktor, növbəti sizin maraqlı təcrübəniz harda idi? Hansı ölkədə idi? Hansı marafon idi? Marafon İstanbulda. İstanbul marafonu. İstanbulda, bəli. Orada da körpüdən başlayırdı. Yeri gəlmişkən əziz dostlar, İstanbul marafonu dünyada yeganə marafondur ki, bir marafon ərzində siz həm Avropada qaçırsınız, həm də Asiyada qaçırsınız. İndi isə doktora qulaq asaq öz İstanbul xatirələrini bizdən bölüşsün. İstanbul marafonu belə idi ki, sevinclə getmişdik ki, klubun üzvlərindən burada qaçacağıq. Belə demək olar ki, bizə yaxın adamlardır, insanlardır, qardaşlarımızdır. Qardaşlıqlar, əlbəttə. Elə də oldu, çox bizi dəstəklədilər. Hava bizi dəstəkləmədi. Marafon başlayandan o körpüdə bir külək oldu, bütün planlar pozuldu. Necə sürətlə qaçmaq, nətər çatmaq. Elə fikirləşirdik ki, keçim oranı, çatım 10-cu kilometrə, yəni düşüm aşağı o körpüdən. Amma qaçdıq, ona baxmayaraq qaçdıq. Yenə deyirəm, orada elə vəziyyətlər əmələ gəlir ki, siz onu gözləmirsiniz. Çox maraqlısı da odur ki, əziz dostlar, həqiqətən marafonu biz öncədən hər şeyi nəzarət edə bilmərik. Razı yəyməklə. Yəni burada hava var, burada özünü hiss eləməyin var, burada açıq deyəcəm, vaxtında tualetə gedib getmək məsələsi var. Bir çox amillər var ki, marafon ərzində biz bunun hamısını hesabat eləyə bilmərik. Və ona görə də mən hər zaman, hər marafonu soruşuram. Bu İstanbul marafonunda sizin üçün ən yadda qalan nə oldu? Ən yadda qalan o idi ki, mən deməli o bayrağı həmişə sinəmdə tuturam və finişə çatanda açıram. Burada əlimdə idi, çalmışdım çiynimə. Və hər dəfə o tamaşaçıların yanından keçəndə o Azərbaycan onlar qışqırdıqca adam ürəklənir. Axı türklər olar, bizi tanıyırlar ona görə. Ki, o bayrağı elə dəstəkləyirlərdi ki, adama qüvvə gəlirdi. Ona görə mən İstanbul marafonunu 4 saat 42 dəqiqəyə qaçdım. Çox yaxşı qaçmısınız doktor. O adama sürət verdi. Bax o yadda qaldı ki, dəstək yaxından da tamaşaçılar çox böyük rol oynayır. Ümumiyyətcə Türkiyə marafonları belədir. Biz qardaş olduğumuz üçün onlar bizi həddindən ziyadə çox dəstəkləyirlər. Çox motivasiya verirlər bizə qaçış boyu və əlbəttə ki, biz də türk qardaşlarımız bura gələndə biz də onlara böyük motivasiya veririk. Mən indi o bayraq haqqında bir söz dedim. Bu yaxında mən deməli Nice, Fransada Nice Cannes. Ona gələcəyik doktor, ona gələcəyik. Orada bir epizod var. Buyurun, onu demək istəyirdim ki, keçməsiz buyurun. Orada mən tək idim. 22 min adamın arasında bir dənə yeganə Azərbaycan idi. Onu sonra mən bilmişəm. Qaçanda da təbii ki bayraqla. Burada dedim kim bizi tanıyacaq? Fransanın nətər məşhur yeri olsa da burada Azərbaycana az olur. Elə belə heç olmasın. Ancaq finişə 500 metr qalmış. Mən bayrağı qaldıranda o kütlənin arasından bilirsiniz də o finişdə baraban çalır, səs güzel. Bir səs gəldi. Ay Azərbaycandır. Mən təsəvvür edirəm siz nə hiss elədiniz? Mən təsəvvür edirəm o insan nə hiss elədi. Ay sağ ol. Ondan ötəri qaçmağa dəyər. Təsəvvür edin ki, həmin insan sadəcə gəlib bir performansı şoya baxmağa. Mən elə bir birdən-birə də Azərbaycan bayrağını görür. Azərbaycan bayraqlı qaçan bir bizim də ağsaqqal görür. Mən elə sevinçdim ki, o marafonun yorğunluğunu hiss eləmədim. O finişi keçəndən sonra. Maşallah, əla. Ona görə də bilirsiniz, bu marafonun xaricdə qaçmağın belə bir nüansı da var. Tamamilə doğru. Ki, sən təmsil edirsən. edirsən. Gəlin, bax, elə gedək, bax, məhz bu marafona. Mən bildiyimə qədər noyabrın 2-si idi. Nice şəhərindən Cannes şəhərinə, bilirsiniz də, bu Fransanın məşhur Lazur
Lazur Berg deyilir ona. Côte d'Azur əyalətidir və doktor mən özüm də qaçmışam yeri gəlmişkən o marafonu. Nə sizə yadda qaldı və siz hətta bizə bir video paylaşdınız oradan. Xahiş edirəm o gözəl marafon haqqında bir fikirlərinizi alalım. Birinci o trassa çox gözəldir. Dənizin dənizin yanından gedir. Ona görə də oranı qaçanda həm fiziki cəhətdən ləzzət alırsan, hasant qaçılır. Həm də ikincisi o təbiətin gözəlliyini görürsən. Orayla da qaçanda orada elə bir tarixi yerdir ki, demək olar ki, Fransanın mədəniyyətindən, Fransanın deməli tarixindən çox əlaqəlidir. Amma mənim üçün bir nüans var idi ondan ötəri. İndi uşaq vaxtı hamı o kitabı oxuyub. Antoine de Saint-Exupéry. Bəli. Balaca Şahzadə. Həmin o Antoine de Saint-Exupéry 44-cü ildə öz təyyarəsi ilə həmin yerdə deməli qəzaya uğrayıbdı. Onun o düşdüyü sular oradır. Həmin zonadır. Mən həmişə fikirləşirdim ki, orayla mən qaçsam onun ruhunu hiss eləyərəm yoxsa yox. Çünki həmin zona Antoine de Saint-Exupéry'nin zonasıdır. Həmin oxuduğumuz kitablar, həmin o gördüyümüz filmlər hamısı orada, hətta musiqi də adama səslənir. Bax, o fikirlə mən ora getmişdim. Çünki marafona xaricə gedəndə 5-6 amil var da, səbəb var ki, niyə gedirsən? Bax, o marafonun məndə yada qalan hissələrdə oldu. Çox gözəl, çox maraqlı bir faktdır. Bunu ilk dəfə açıqladınız və düşünürəm hamı üçün çox maraqlı oldu. Nitsa-Kanlı marafonunu Azərbaycanlı olaraq bir neçə nəfər qaçmışıq və hamımız da çox böyük şövqlə qaçmışıq. Birinci ona görə ki, o Fransadadır və Fransada Azərbaycan bayrağını, o Kanlının, o məşhur Kan festivalı olan teatr, belə bir... Finish həmin yerdə yazıldadsa, həmin o qırmızı xalının qarşısına gəlirsən, o bayraqla, o Azərbaycan bayrağını qaldırırsan orada, o əlbəttə ki, inanılmaz bir hissələr, doktor. Və mənim üçün, bax, artıq səhv eləmirəmsə, neçə beynəlxalq marafon qaçmışsınız? Deməli, 5. 5 beynəlxalq marafon qaçmışsınız. Super. Ən yadda qalan marafon hansıdır, doktor? Ən yadda qalan birincidir. Çünki çətin idi. Stavanger, yoxsa? Stavanger marafonu. Sizin üçün ən yadda qalan oldu. Əla. Doktor, mən bilirəm ki, indi siz yeni bir marafon hədəfi qoymusunuz qarşınıza. Gəlin biraz perspektivini aşağı. Baxmayaraq ki, doktorun artıq 63 yaşı yoxdur. Birinci marafon qaçan 60 yaşı var idi. Artıq doktorun 67 yaşı var və 67 yaşında Nitsa-Kanlı 42 kilometr məsafəni qaçandan sonra noyabr ayında doktorun növbəti marafon məqsədi nədir? Növbəti marafon inşallah olacaq deməli Berlində. 26 sentyabrda. Növbəti ilin 26 sentyabr Berlin. Bu mənim üçün niyə xoşdur? Çünki siz özünüz bilirsinizsə, dünyada ən mühüm 7 dənə marafon var, major. Bəli, major marafonlar deyilir onlara. Bəli. Onlara hər dəqiqə hər adam da düşə bilmir. Bəli. İndi onları lotereya ilə də düşürlər, nailiyyətlə də düşürlər. Mən baxdım, gətirdi, seçildim onu. Əziz izləyicilər, bir məlumat verək bu arada. Deməli, 7 dənə, artıq 7 dənə major marafon var dünyada. Bu nə deməkdir? Dünyanın ən böyük marafonlarıdır və o marafonlara düşmək üçün deməli, ya lotereya keçirilir, sadəcə 500-600 min adam müraciət eləyir, 40-50 min adam seçilir, ya orada siz daha çox pul verib turizm agentlikləri ilə siz ora getməlisiniz. Yəni bunlar dünyanın ən böyük marafonları sayılırlar. Gəlin onları burada qeyd eləyək. Bunlar New York marafonudur, bunlar Chicago marafonudur, sonra Berlin marafonudur, Tokyo marafonudur, London marafonudur, Boston marafonudur və yenicə Sydney marafonu da əlavə olundu və doktor artıq növbəti ili sentyabr ayında Berlində iştirak edəcək və Berlin marafonu bilirik də dünyada rekordların qırılan marafonudur. Çünki çox hamardır, qaçış zolağı çox rahatdır və iqlimi də çox münbitdir. Doktor, mən bilirəm ki, siz buna həyəcanlısınız, siz gözləyirsiniz bu anı və sentyabra qədər marafon qaçmayacaqsınız. Sentyabra qədər çalışacağım məşq eləməyə, amma aprel-may aylarında bir fikrimiz var Türkiyədə klubla qaçmağa. İndi orada qalmışıq belə hansı marafonu. Olacaq mütləq marafonda. Deməli, məşhur Berlin marafonundan öncə də bir marafon olacaq. Baxın, mənə çox maraqlıdır. Doktor, artıq biz görürük ki, ildə 2 və yaxud 3 marafon siz qaçırsınız. Bax, 67 yaşınız var. Sizin
bax bu marafonları gedib qaçmaq, bayrağımızı qaldırmaq, bax bu şövq sizdə hardandır? Bax nə əminəm ki bizə ola bilsin ki bir çox insanlar baxır ki onların da 60 yaşları var. Onlar da bax yəni alınacaqmı onlarda da bunu eləmək? Yəni mənə çox maraqlıdır bu. Bax bu sizin mesajınız maraqlıdır. Bilirsiniz, mən sizə deyim belə, həyatın yarısı keçəndə insan nədənsə həyatın özündən ləzzət almaq istəyir. Nədənsə ləzzət almaqdan ötərə gərək əziyyət çəkəsən. Mən belə başa düşmüşəm. Komfort zonadan çıxasan. Bəli, komfort zonadan gərək çıxasan. Onu da bizim yaşlı adamlar eləmirlər. Elə bilirlər ki, həyat qutardı. Mən bax sizə bir misal gətirim. Bakıda yarım marafon keçirilir, 21 kilometr. Bəli. Orada 60 yaşından yuxarı iştirak edir 25-26 nəfər adam. Onun da deməli 14-ü xarici olur. Hı-hı. Biz 11-12 nəfər adamıq. İndi siz özünüz tanıyırsınız onları. Bizim məşhur deməli qaçanlardan tutmuş, təzə qaçmağa başlayanlardan yenə 11-12 nəfər adam olur. Amma məsəl üçün gedirsiniz xaricə, orada 20 min adamın arasında mütləq 500-ü 60-dan yuxarı. Bəli. Mütləq olmalı. Tamam razı. Çünki onlar başa düşüblər ki, həyat qutarmır. 60 yaşından sonra həyat qutarmır. Daha da asandır. Daha da yaşamaya başlayırsan. Çox maraqlı məqama toxundunuz. Onlar başa düşürlər ki, həyat qurtarmır. Amma bizimkilər qutarır. Nəyə görə mən indi belə zarafat çıxmasın, bunun günahı cavanlarda görüm. Hə, babadır, ələ səbir nəvə, otur nəvə ilə başını qarışdır. Nənədir, ələ səbir nəvə, otur başını qarışdır. Ayıbdır, yaxşı deyil. Niyə qaçırsan, hara gedirsən, insan onlar ona dəstək verməkdən daha da onu dayandırırlar. Motivasiyadan salırlar sanki. Motivasiyadan salırlar onu. Bəli. Motivasiya olmalıdır. Çünki yenə deyirəm, bax o startın həyəcanı, finişin sevinci, o heç harda yoxdur. Onu heç nəylə həyatda sən nail ola bilməzsən. Hər marafonda qaçanda sən özündə, daxilində olan hansısa bir maniyanı keçirsən. Tamamilə doğrudur. Özünə qalib gəlirsən. Zaten marafon olur. Bəli. İndi siz desəz ki, 5 il, bax mən indi fikirləşirəm ki, mən 4 ildən qabaqki insan deyiləm. Çünki marafon daxildən adam dəyişdirir. Tamamilə doğrudur. Ona görə bu marafon, bax dediniz ki, elə adam var ki, bir dəfə marafonu qaçır, sonra qaçmır. Bəli. Mənim fikrimcə, hər insan ömründə bircə dəfə heç olmasa marafonu qaçmalıdır ki, özünü tanısın. Bilsin ki, daxilində nə var. Yeri gəlmişkən, bax elə eyni sözü doktor bizə İstanbulda bizim həmyerlimiz Ramil Quliyev, dünya çempionu, 200 metr məsafədə olan dünya çempionumuz Ramil Quliyev də öz çıxışında eyni sözlər dedi ki, düşünürəm ki, insan heç olmasa həyatında bir dəfə gələk marafon məsafəsini qaçsın. Bəli. Çünki marafon məsafəsi tək qaçmaq deyil. Marafon məsafəsi daha çox əqlidir, daha çox mənəvidir, daha çox öz-özünə qalibiyyətdir. Bunu siz gözəl bilirsiniz, doktor. Bəs doktor olaraq siz necə tövsiyə verərsiniz? Bax götürək insanlar baxır və düşünür ki, mən marafon qaça bilərəm və necə qaçmalıyam? Yəni bir həkim olaraq siz İndi bax o suala belə cavabdır. İndi özündə də mənim xəstələrim olum. Gəlirlər, müraciət edirlər ki, doktor, mən dediniz yerimək lazımdır, qaçmaq lazımdır, yeriyirəm, dizim ağrıyır, təzyiqim qalxır. Ona görə mütləq müayinədən keçmək lazımdır. Mütləq müayinədən keçmək lazımdır ki, bu idmanın, hər bir idman növünün özünün həkimi var. Bu idman növünə mən məşğul ola bilərəm, yoxsa yox. Məşğul olsam da necə onu başlamalıyam? Bəli. Sonra yox, xəsarət alandan sonra yox, travma alandan sonra yox, əvvəldən. Bəli. Ürək həkimidir, kardioloqdur, travmatoloqdur, terapevtdir. Bunlardan müayinələrdən keçib arxayın olmaq ki, heç bir orqanda əks göstəriş yoxdur. Ondan sonra tədricən o idmana başlamaq lazımdır. Doktor, bəs siz ümumiyyətcə bax bu klubumuz var da bizim Bakı Marafon klubudur. Ümumiyyətcə bu klubçuluğu necə görürsünüz? Yəni bax Bakı Marafon klub sizin üçün nədir? Belə bir sual verək. Mən o bizim məşhur marafonçumuz var, Kipçoge də, onu siz bilirsiniz. Onun bir yaxşı sözü var. Deyir ki, tək qaçanda insanın fikirləri elə yerlərə gedir ki, elə labirintlərə girir ki, oradan sonra çıxamırsan. Ona görə qaçışın ləzzəti qaçır. Amma yanında olanda, yanında 5 nəfər, 3 nəfər, yəni klub olanda siz həm fikirli olursunuz və sənin fikirlərin eyni olur. Dəstək var, kömək var, məsləhət var. Mən kluba gələndə elə bilirdim ki, qaçmaq nədir? Bu ayağını götür, o bir ayağını qoy. Amma klubda məlumat verirlər. Klubda öyrənirsən ki, pace nədir? Klubda öyrənirsən nəbz nədir? Tempovoy qaçış nədir? Yeri gəlmişkən dostlar, pace
deməli 1 kilometri neçə dəqiqə qaçırsınızdır? Sürət o da Bəli, sürət. bizim qaçış sürətlərimiz pace-lə ölçülür. Bəli. Tədricən onları öyrənsin. O klubsuz mümkün deyil. Tək qaçmaq olar, amma bu şərtlə ki, onda özlərində işləyəsən, o da çox uzun yoldur, çox çətin. Ona görə klub hərəkəti olmalıdır. Super doktor. Doktor, mən bilirəm ki, klubdan artıq sizin dostlarınız da var. Həm də biz klub, həm də sosial fəaliyyətdir, razılaşırsınız mənimlə. Və bizim klub olaraq çox maraqlı bir tədbirlərimiz də olur. Elə tək qaçışı qoyaq qırağa. Çox maraqlı bir seminarlarımız olur, görüşlərimiz olur. Bu həm də bir asudə vaxtının sağlam keçirilməsidir, deyilmi doktor? Bəli, odur. Çünki insan tək olmalı deyil. Biz bir dəfə siz yaxşı söz dediniz ki, biz ayrı-ayrı sənətlə məşğul oluruq, amma bir nöqtəyə gəlirik, qaçışa gəlirik. O bizi bir yerdə deməli qaçmağa, danışmağa, yığışmağa, söhbət eləməyə, sevincinlə bölüşməyə, dərdinə şərik çıxmağa kömək eləyir. Həm də ki, mən belə bir qərara gəlirəm ki, nə qədər ki o kluba gələn, gedən adamlar olur, başa düşürsən ki, yalnız pozitiv adam, yalnız qəlbi təmiz adam qalıb o 42 kilometr qaça bilir. Ay sağ ol. Fikir olan, paxıllıq çəkən, nəsə bir egosu çox yüksək olan adam o klublara qalmır. Nətər ki, dənizdə dalğa gəlir, qaya dəyər qayıdır. Onlar da kluba gəlib, dəyib, qayıdıb gedirlər. Tamamilə. Klub qalır özündə. Ona görə ki, mən heç vaxt yadımdan çıxmaz. Mən özüm belə deyim də çox əvvəllər qapalı adam idim. Elə indi də bəlkə qapalı adam. Ona görə mən qaçanda da yeriyəndə də ətrafa fikir vermirdim. Özüm qaçırdım ki, belə özüm üçün. İmtahası sizin klubu da qaçanda, yəni indi deyim bizim klubu qaçanda başa düşürsən ki, ətrafda adamlar da var. Ona görə bax bu gün səhər mən qaçanda həmin o bizim kommunal təsərrüfat işçiləri var. Hansı ki səhər saat 6-da əllərində süpürcə küçəni onların hamısına bir-bir sabahınız xeyir, yorum yazsın. Və onlar üçün necə xoş olur. Onların necə təbəssümü olur. Bəs yadınızdadır 8 mart bulvarda qaçışımız. Yadımdadır. Qadınlar ki 8 martda orada əllərində süpürcə işləyirlər, biz əlimizdə gül gedirdik. Bayramınız mübarək, bayramınız mübarək, təbrik edirdik. Bilirsiniz, o klubda yalnız qaçış öyrənmirsən. O klubda pozitiv yaşayış öyrənir. Tamamilə doğrudur doktor. Yadınızdadırsa əgər əvvəllər biz bulvarda qaçış eləyəndə biz əlbəttə qaçışçı olaraq dünyada, xaricdə belə görmüşük. Beynəlxalq qaçış mühitində belə görmüşük. Hamı bir-birinə salamlaşır. Bizdə birinci o salamlaşanda çox pis baxırdılar bizə. Evet. Yəni belə bir şübhəli baxırdılar. Sən niyə mənlə salamlaşdın? Yəni və yaxud düşünürlər ki, bu məni hardan tanıyır. İndi isə bu dəqiqə mən baxıram ki, artıq biz əl eləyəndə salamlaşanda hamı bizimlə salamlaşır və məhz elə bax bu klubun, bu insanların sayı çoxaldıqca bax belə məsələlər də baş verir ki, bu əlbəttə ki, xoş bir nüansdır. Bir adətdir də olmalıdır. Adətən, bəli. Doktor, bəs sizin belə deyək də gündəlik həyatınıza siz bu qaçışı necə salırsınız? Deməli, mən bilirəm sizin nəvəniz də var, nəvə qayğınızda çəkirsiniz, onu da bilirəm. Yəni bu çox adam sual verir ki, biz nə vaxt qaçaq? Hamısından yaxşı qaçmaq səhər-səhərdir. Amma qışda hava qaranlıq olur, küçələrdə də maneələr olur. Ona görə o gün mən səhər tezdən qaçdım doktor. İt dalımca düşdü. İnarsınız? Allah səhər tezdən. Bəli. Mən onu deyim, bəlkə indi belə biraz bir təhər gələcək bu veriş. Amma Bakı şəhərində qaçmağa birinci mane olan o sahibsiz itlərdir. Bəli. Onların belə deyək ki, ayağından mı, əlindən mi, dişindən mi rahat qaçamırsan. Ya gərək aparat alasan, onları qovasan, ya da elə qaçasan ki, çatmayalar. Bircə o qalır. İmtahası, mənim məsələn indi vaxtım var, hava işıqlı olanda 4-dən sonra qaçıram. Görürəm ki, imkan yoxdur. Axşam zala gedirəm. Ancaq bizim klubun bir adəti vardı. Axşam qaçışları. Hələ indiyə qədər o məncə heç bir klub onu eləmir. Axşam 8-dən sonra bulvarda həftədə 2 dəfə, 3 dəfə klub qaçır. Bax o bizi kömək edir, o xilas edir bizi. Onu qaçmağa təşkil edir. Bu axşam qaçırıq. Bu axşam nəvəmə sağ baxıram. Bu axşam siz nəvəniz baxın. Amma biz qaçırıq. Əzizimiz doktor, əzizimiz marafonçu Namiq Nadirov. Çox təşəkkür edirik sizə belə gözəl, ətraflı söhbətə görə. Əziz dostlar, bugünkü qonağımız demək olarsa əgər bizim klubumuzun gözü, klubumuzun ağsaqqalı doktor Namiq Nadirov, marafonçu Namiq Nadirovdur dostlar və hər kəsə idman dolu və xoş auralı həyat arzulayırıq. Növbəti podkastda görüşərik.